Azərbaycanda nəşr olunan Region Plus analitik jurnalının 20 yaşı tamam olur. İndiyədək jurnalın 539 buraxılışı Azərbaycan, Rus və İngilis dillərində işıq üzü görüb. Hadisələrə analitik baxışı ilə media məkanında fərq yaratmış jurnalın əməkdaşları 20 il əvvəl olduğu kimi bugün də özlərini informasiya cəbhəsinin ön sıralarında görürlər. Qarabağda qazandığımız böyük zəfəri informasiya məkanında möhkəmləndirməliyik deyirlər. Jurnal 2006-cı ildə nəşr olunur. Demək olar ki, mən elə həmin ildən jurnalda fəaliyyətə başlamışam. 44 günlük müharibə və müharibədən sonra olan dövrlərdə də ön planda olaq və bu istiqamətdə analitik məqalələr dərc olunsun. Və biz hiss etmişik ki, bizim dərc olunan analitik məqalələr oxunur, rəylər alırıq. Mehriban kollektivimiz var. Artıq 20 ildir biz fəaliyyət göstəririk. Çalışacağıq bu istiqamətdə də fəaliyyətimizi davam eləyək, daha da öndə olaq. Bugün həmkarlarımız Azərbaycanın müəllifi olduğu sülh gündəliyindən, böyük qayıdışdan, yeni dünya nizamının yaradılmasında ölkəmizin oynadığı roldan, qlobal layihələrdə iştirakından yazırlar. Sosial medianın inkişaf elədiyi bir dövrdə əlbəttə rəqabət böyükdür və o da qürur verici bir haldır ki, bir çap mediası olaraq bu öz yerimizi Azərbaycan mətbuatında qoruyub saxlaya bilmişik. Ekspert səviyyəsində olan müəlliflərin məqalələrini çap eləyik. Bu da jurnalımızı daha da oxunaqlı, maraqlı, cəlbedici edir. Region Plus Azərbaycanın beynəlxalq tanıtımında fəal iştirak etməyə çalışır. Görülən işlər isə həm oxucular, həm də dövlət tərəfindən layiqli qiymətini alır. Lakin bu da son deyil. Region Plus bölgədə yeganə nəşrdir ki, simvolik Amerika bayrağı mükafatına layiq görülüb. Həmin bayraq və Kapitolinin, yəni Amerika Konqresi binasının baş memarı Steven Ayres'in imzaladığı sertifikat bugün redaksiyanın mükafatları sırasında önəmli yer tutur. Bu illər ərzində dəyərli oxucularımıza yüksək səviyyədə jurnal təqdim etməyə çalışdıq. Yubileyimiz münasibəti ilə öz kollektivimizə ilham, cəsarətli ideyalar, yeni peşəkar uğurlar arzulayıram. 20 il çox böyük bir tarixdir. Mənim üçün bu zaman ən xoşbaxt illər, ilhamla dolu illər idi. Bizim kontent həmişə səmimi reaksiya doğurub. Oxucular arasında böyük rəğbət qazanmış Region Plus jurnalı peşəkar analitiklər, millət vəkilləri və tanınmış imza sahibləri ilə həyatının 3-cü 10 günlüyünə qədəm qoyur. Biz də həmkarlarımızı bu münasibətlə təbrik edir, onlara böyük nailiyyətlər arzu edirik.